Güneş ve ay tutulması Allah'ın ayetlerinden bir ayetdir, değil mi? Yaxşı, digər Allah'ın ayetleri de var kardeşler. Hansı ki seldir, zəlzələdir, fırtınadır və bu kimi şeylərdə yenə də kusuf və xusuf namazı qılmaq olarmı? Elm əhli qeyd edib ki, olar qardaşlar. Hansı ki, məsələn, Beyhaqi və Abdurrazzaqın Musannəfində İbn Abbas radiyallahu anhümədən gəlibdir. İbn Abbas radiyallahu anhümə davamlı şəkildə zəlzələ baş verdikdə kusuf namazı qılıb qardaşlar. Davamlı şəkildə zəlzələ nə deməkdir? Məsələn, baxırsan ki, zəlzələ olur və 5 dəqiqə, 10 dəqiqədən sonra bir də baş verir. Və görürsən ki, bu dayanmır. Və bu zaman da sənə icazəlidir ki, kusuf namazı qıla bilərsən. Eyni şəkildə. Eyni şəkildə, yəni 2 rükû, 2 qiyam, 2 rükû şəkildə 2 rükət deməli formasında qıla bilərsən. Kusuf və xusuf namazı. Bəli. Və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah və İmam Əbu Hanifə qeyd ediblər ki, bütün fəlakətlərdə qılmaq olar. Sel, fırtına, Allah təala mühafizə etsin. Sel, fırtına, güneş tutulması, ay tutulması, zəlzələ, yəni bu fəlakətlərdə də kusuf və xusuf namazlarını qılmaq olar. Bəzən görür ki, sosial şəbəkələrdə hansı ki, deməli bəzi yerlərdə, ərəb ölkələrində baş verən sellər baş vermişdi. Allahdan afiyət, əmin-amanlıq diləyirik və bunlar hamısı Allahın ayələridir qardaşlar. Ümumiyyətlə niyə görə deyiblər ki, bu qiyas ediblər. Bu digər fəlakətləri ay və güneş tutulmasına qiyas ediblər qardaşlar. Çünki buradakı namazın illəti yuxavvifullahu bihi ibadə. Yəni Allah Taala'nın ayətləridir ki, Allah Taala bununla insanları qorxudur. Bununla insanları qorxudur. Güneşin ayın tutulmasıdır, selin baş verməsidir. Hansı ki, bugün elə fəlakətlər var ki, güneşin ayın tutulmasından da əzəmətlidir. Yəni ona görə də alimlər qiyas ediblər ki, bu fəlakətlər vaxtı da bu namazı qılmaq olar. Və bəzən dediyimiz kimi, sosial şəbəkələrdə baxırsan ki, ərəb ölkələrindən belə bir video yayılmışdı ki, yəni bir nəfər selin ortasında namaz qılır. Yəni bu qəribə gəlməsin qardaşlar. Bu yəqin ki, o insan Allah Teala aləm kusuf namazı qılırdı. Çünki fəlakətdir və fəlakət zamanı namaz qılmaq nədir? Lazımdır, sünnətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu etmişdir. Ona görə də bizim üzərimizə düşən müsəlman olaraq bu fəlakətlərə hər hansı bir sosial şəbəkə vasitəsilə paylaşmaq deyil, bu gəldiyi zaman Allahdan bağışlanma diləmək, sədaqə vermək. Bu şey bizə nəyi öyrənir? Allahın əzabı istənilən vaxt yaxalaya bilər. Yuxavvifullahu bihi ibadə. Allah Teala öz qullarını bu şeylərlə qorxuzur. Ona görə də insanın üzərinə düşən Allaha dua etmək, namaz qılmaq, uzun surələr oxumaq namazda, uzun rükûlar etmək, qiyamlar etmək, səcdələr etmək. Hətta Allah Resulü sallallahu aleyhi və səlləm uzun edirdi səcdəsini. Səcdəsini uzun edirdi. Allaha dua edirdi çoxlu. Aydın qardaşlar, ona görə də bu şeylərdən qafil qalmaq olmaz. Baxırsan ki, insan bəlkə də həyatında soruşsan, bir dəfə olsun kusuf namazı qılmayıb, amma görübdür, şahidi olub bu şeylərin. Fəlakətlərin şahidi olubdur. Fəlakətlərin şahidi olubdur. Ona görə də bizim üzərimizə düşən odur ki, bunun fikrini öyrəndikdən sonra bu şeyləri vaxtı çatanda tətbiq etməkdir qardaşlar. Yoxsa bizim öyrəndiyimiz elmin bizə heç bir faydası olmayacaq. Qiyamət günü yükdən başqa bir şey olmayacaq. Allah qorusun.